Əşəs Həzrət Əlinin söhbətini kəsir, deyir, sən düz danışmırsan, Həzrət Əli deyir, sən münafiqsən, ona deyir, cəmaatın gözünün qabağında. Sonra nə edir? Əşəsi komandanlardan biri təyin edir. Gəlində başa düş. Bəs münafiqdir dedim də, sən cəmiyyət olaraq tanı da tanı. Sənin mənə təqdim elədiyin adam budursa, sən buna layiqsənsə, mən də bunlarla iş görəcəm. Zəhmət çək, yetkinləş, ağıllı ol, mən də sənin ağıllı uyğun davranım. Ziyad ibn Əbih ibn Ziyadın atasını Həzrət Əli Fars vilayətinə hakim təyin edir. Necədir sizin? Ne üçün, necə olur bu? Orada narahatlıq olur, həmin o əyalətdə. Həzrət Əli yığır məşvərətə, kimi təklif edir, Ziyad ibn Əbih. Hamısı bir ağızdan, bir olsun. Sən dinən ki, bu münafiqdir, bu filan, bunun oğlu belə olacaq, filan olacaq. Cəmiyyət yetkin olsun, tanısın. Tanısın. Cəmiyyətin vəziyyətinə uyğun nə seçim edirsiniz? Seçim kimdir? Mən razı olmasam da uyğunlaşacağım sizin seçiminizə. Razı olmasam da. İmam Həsən Muaviyyə ilə sülh imzaladı ki, insanlar nəhayət ki, başa düşsünlər ki, Muaviyyəyə etimad eləmək olmaz. Cəmaatı topladı, yığdı ordunu, dedi ki, neynəmək istəyirsiniz, döyüşmək istəyirsiniz, başlarını aşağı saldılar. Xeyr. Ondan sonra nulzimukumuha və entum laha karihun Quranın bu ayəsini dedi. Elə bilirsiniz ki, istəmədiyiniz şeyə sizi zorla vadar edəcək. Getdi sülh müqaviləsini imzaladı. Ya Rasulallah, filan kəs münafiqdir, bəli. De, cəmaata tanıtdır, yox, özləri tanısın. Mən deməyəcəm. Cəmiyyət özü tanısın. Bəs cəmiyyət tanıyanacan bu münafiq 1000 dənə bəla asacaq cəmiyyətin başına. Qoy açsın cəmiyyət, ağıllı olmasına görə bədəl ödəməlidir. Önəmli olan ağıllı olmasıdır cəmiyyətin.